Siz. Sınıq pəncərələr, qapısız sinif otaqları, yararsız dam örtüyü. Zərdab rayonunun Məmməd Qasımlı kənd tam orta məktəbi hazırda qəzalı vəziyyətdədir. Məktəbdə çatılar əmələ gəlib, yəni pilləkənləri düzgün formada artıq demək olar sıradan çıxıb, qapılar sıradan çıxıb, pəncərələr sıradan çıxıb. Yəni məktəbdə adi bir kafeli belə yoxdur məktəbin, hamısı sıradan çıxıb. 1974-cü ildə tikilən məktəb binasının istilik sistemi də yoxdur. İstəyərəm ki, belə çətinlik olmasın, uşaqlar gələndə yəni istilik sisteminə yəni gəlsin, qızınsın, təhsilini alsın, yəni vaxtında da evinə geçsin. Qaz sistemi yoxdur məktəbdə. İstilik sistemi çox zəifdir. Müəllimlər, şagirdlər özləri yandırır ki, məktəbdə istilik olsun. Soyuqdur, heç bir uşaq istəmir məktəbə getmək. Deyirik ki, məktəbə gedilmək deyir soyuqda və gedə bilmirlər məktəbə. İstilik sistemi yoxdur, suyu yoxdur. Məsələ ilə bağlı mərkəzi aran regional təhsil idarəsindən bildirilib ki, təhsil müəssisələrinin təmiri və tikintisi növbəllik və prioritetlik prinsipi əsasında həyata keçirilir. Növbə əsasında Məmməd Qasımlı kənd məktəbi üçün yeni binanın inşası da nəzərdə tutulur. Devran Cəlloğlu, Rəşidə Zülfüqarova, AzTV xəbər.